Allah Taala'nın cəhənnəmdən azad etdiyi qulları var. Vallahi Ramazan ayının orucunu zay eləyən kimsə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini başa düşməyən insandır. Vallahi billahi tallahi Ramazan orucunda günah eləyən kimsə, asi olan kimsə, orucunu qorumayan kimsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünü anlamayan kimsədir. Deyir ki, Ramazanda Allahın cəhənnəmdən azad etdiyi qullar var. Alimlər deyirlər ki, bu azadlıq əbədi azadlıqdır. Yəni, əgər bura yazıldınsa, artıq sənə cəhənnəm yoxdur. Yəni, bu Ramazanda bir dəfədir. Yox, Peyğəmbər salsam deyir ki, bu hər gecəsindədir. Hər gecəsindədir. Ramazanın hər gecəsindədir. Amma buna müvəffəq olmaq asandır? Yox, asan deyil. Sən o gündüzünü qorumalısan ki, gecəsi də ona nail olasan. Gündüzü orucunu oruc kimi tutmalısan ki, gecəsi də bu fəzilətə nail olasan, buna çatasan. Asan deyil. Nəyisə fəda verməlisən, nəyindən keçməlisən, nəyinisə qorumalısan, nəfsini, şəhvətini, gözünü, əzalarını və digər hər bir şey. Ki, günün sonunda buna nail olasan. Və bu cəhənnəmdən azadlıq, yəni bu Ramazanın ən böyük mükafatlarındandır. Ən böyük mükafatlarındandır. Yəni baxın, hər gecə Allah Taala'nın cəhənnəmdən azad etdiyi qulları var. Həqiqətən də böyük bir mükafatdır. Və düşündünmü ki, indiyə qədər tutduğum 10 gün oruc içərisində cəhənnəmdən azad olan kimsələrdən olacaq bir orucu tutdunmu? Yəni bu 10 gündə Allah Taala'nın məğfirətinə çatacaq, bağışlanacaq ki, o oruc ki, qiyamət günü sənə şəfaatçilik eləyəcək. Deyəcək ki, ey Rəbbim, o yeməyini və içməyini sənin üçün tərk etdi. Onu bağışla. Şəfaat eləyəcək orucu tutdunmu? Bəli. Yəni nə